Hal-hazırda onu idarə edirəm. Dostumuz sağ olsun müvəqqəti olaraq bizə verib 2, 3, 4, 5, 6 aylıq bir şkala benzinimiz qalıb. Gedirik Yasufda birinci polnu bakımızı vurmağa. JBL-də gördüyünüz kimi 7 düymədir. Dumanlılar var. Özümüz də inşallah bəzi məsələləri düzələcək. Baxın, tutaq ki, hava datçıqı burada görürsünüz yanır. Tərəzinin işarəsinə oxşayır. Polnu bak oldu. 9 litr. Düp bələm düz hava. O fikir verir 47.4 mpg. Polirovkası ehtiyac var. Təkərlər qəttəcədir. Biri budur. Misal üçün budur. Bir dənə orijinal şam da qoyardım buna. Olsun başa da qırğın. Nakladkalar xoşuma gəlmədi. Misal üçün arxa nakladkası bunu çəkəndə belə bırakır. Yəni o deməkdir ki, arxa nakladkası yox vəziyyətindədir. Sonra ABS-in jitkasını istəyirəm dəyişim, antifrizləri istəyirəm dəyişim. Mühərrik az yağ yeyir. ABS-i saz vəziyyətdədir. Batareyaları idealdır. Çünki 268 mil yol sürülüb 47 mpg-dir. Yəni 100-ə 5 litr benzin sərfiyyatı var. Bax, sürət 109-da hal-hazırda. Balans, razval, maşın necə deyərlər, mil kimi gedir. Mil. İndidən maşın bir satıram ki, gözünüz olsun bu maşın.